Həzrəti Abbas Əbəlfəzl əleyhissalamın həyatına qısa bir baxış. Qəməri Bəni Haşim ləqəbi ilə tanınmış Həzrəti Əbülfəzl İbn Əli əleyhissalam hicrətin 26-cı ili Şəban ayının 4-də Mədinə şəhərində dünyaya gəlmişdir. İslam aləmində Həzrəti Əbülfəzl əleyhissalam Qəməri Bəni Haşim, yəni Haşim nəslinin ayı ləqəbi ilə tanınmışdır. Atası Allahın höccəti Həzrəti Əli əleyhissalam, anası isə öz şücayətləri ilə ad qazanmış Kilab qəbiləsindən olan Ümmülbənidir. Xanım Fatimə salamullah əleyha dünyasını dəyişdikdən sonra Həzrəti Əli əleyhissalam qardaşı Əqilə demişdi ki, onun üçün elə bir tayfadan həyat yoldaşı seçsin ki, onun üçün qeyrətli və şücayətli bir oğlan dünyaya gətirsin. Əqil də bütün tayfaların əsil nəcabətini yaxşı bildiyi üçün məhz Ümmülbənini Həzrəti Əli əleyhissalama tövsiyə etmişdir. Həzrəti Əli əleyhissalamdan tərbiyə alan Həzrəti Əbəlfəzl bütün insani dəyərləri və xüsusiyyətləri özündə təcəssüm etdirən bir şəxs olmuşdur. İmam Cəfər Sadiq əleyhissalam belə buyurur: bizim əmimizin, yəni Həzrəti Əbəlfəzl əleyhissalamın dolğun təfəkkürü, geniş baxışı və güclü imanı var idi. O, İmam Hüseyin əleyhissalamla birgə zalim Yezidə qarşı sonadək mübarizə aparmışdı. O, Həzrətin yolunda da canını fəda edib şəhid olmuşdur. İmam Səccad əleyhissalam o Həzrətin barəsində belə buyurur: Həzrəti Abbas təlim görməmiş alimdir. Çünki o, ilahi elmin mənbəyi, Həzrəti Peyğəmbərin vəlisi, Həzrəti Əli əleyhissalamın, həmçinin behiş cavanlarının ağaları olan Həsən və Hüseyin əleyhissalamın elmindən faydalanmışdır. O, Həzrətin şücayəti və qəhrəmanlığı barəsində tarix belə yazır: Siffey müharibəsində misilsiz şücayəti, yüksək qılınc oynatmaq qabiliyyəti hamını valih etmişdir. Muaviyyə suyu Həzrəti Əli əleyhissalamın ordusunun üzünə bağladıqdan sonra Əbülfəzl meydana çıxaraq qarşı tərəfdən döyüşçü istədi. Bu zaman Muaviyyə Əbu Şəssanı çağırıb dedi: sən Şamın ən cəngavərisən, bunu öldür ki, başqalarına da ibrət olsun. Lakin o özü getməyib oğlunu göndərdi. Əbülfəzl əleyhissalam ardıcıl olaraq onun 7 oğlunu öldürdü. Bunu görən Əbu Şəsa qəzəbli şəkildə meydana daxil oldu. Həzrət Əbəlfəzl əleyhissalam onu da məğlub edərək öldürdü. Tarixin yazdığına əsasən bundan sonra Muaviyyənin qoşunundakılardan onunla vuruşmağa heç kim cəsarət etmədi. Həzrəti Əbəlfəzl əleyhissalamın məqam və fəziləti barəsində sadəcə bir məsələni qeyd etmək kifayətdir ki, o Həzrətin hansı məqama sahib olduğunu görək. Belə ki, məsum şəxsə yalnız məsum olan bir şəxs qüsul verib namaz qıla bilər. Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləmə Həzrəti Əli əleyhissalam qüsul verərkən ona Fəzl İbni Abbas və İbni Əbdülmüttəlib su tökməklə kömək edirdilər. Lakin onlar parça ilə gözlərini bağlayaraq bunu etmişlər ki, Peyğəmbərin mübarək bədənini görməsinlər. Çünki qeyri-məsum şəxslər məsum şəxsin bədənini görsələr kör ola bilərlər. Amma İmam Hüseyin əleyhissalam İmam Həsən əleyhissalama qüsul verərkən Həzrəti Əbəlfəzl əleyhissalam gözü açıq iştirak etmişdir. Həzrəti Əbülfəzl əleyhissalam ömrünü qardaşı İmam Hüseyin əleyhissalamın yanında keçirmiş və daim ona sadiq qalaraq atasına verdiyi vədə əməl etmişdir. Kərbəla şəhidləri arasında öz yüksək məqamı ilə ad qazanan Həzrəti Əbəlfəzl əleyhissalam ömrünün sonuna qədər zalimlara qarşı mübarizədən çəkinməyərək Allahın hüccətini qəhrəmancasına müdafiə edərək Əhl-i Beyt əleyhissalam xanedanına su gətirərkən Fərat kənarında şəhadətə yetişmişdir. Hələ Tasua gecəsi qarşı tərəfdən gələn amannaməyə yox deyərək Həzrəti Abbas əleyhissalam bir daha öz vəfasını göstərmişdir. İmam Səccad əleyhissalam Həzrəti Əbəlfəzlin məqamını şəhid məqamından üstün olduğu barədə belə buyurur: Allah Teala əmim Abbasa rəhmət eləsin. O həqiqətən canından keçib özünü qardaşının yolu olan İslam'a fəda etmişdir.
Allah Taala onun kəsilmiş qollarının əvəzinə əmisi Cəfər Təyyar kimi 2 qanat vermişdir ki, mələklər kimi uçaraq cənnətə daxil olsun. Onun Allah Taala yanında elə bir məqamı var ki, qiyamət günü bütün şəhidlər ona qibtə edər və onun məqamını təmənna edərlər. Aşura gecəsi İmam Hüseyn əleyhissalam öz xeymegahında ibadətlə məşğul olarkən, Həzrət Əbəlfəzl əleyhissalam onu mühafizə etmiş və daim Əhl-i Beyt əleyhissalamın xidmətində durmuşdur. O gecə Həzrət Əbəlfəzl əleyhissalam qardaşlarına xitab edərək buyurdu: "Bu gün elə bir gündür ki, gərək cənnəti satın alaq və canımızı İmam Hüseyn əleyhissalamın tutduğu yola fəda edək. Bunu ona görə edirik ki, İmam Hüseyn əleyhissalam Allahın yer üzündəki hüccətidir." Bunu eşidən İmam Hüseyn əleyhissalam buyurdu: "Ey qardaş, aləmlərin Rəbbi olan Allah sənə əcr versin." Aşura günü Haqqın bayraqdarı olan Əbəlfəzl əleyhissalam imamın göstərişi ilə meydana gedən son şəxs oldu. Bütün səhabələr meydana getmək üçün İmam Hüseyn əleyhissalamdan icazə alaraq növbə ilə meydana getdiyi halda, Həzrət Əbəlfəzl əleyhissalam isə İmam Hüseyn əleyhissalamın əmrini gözləyirdi. Sonda o, İmam Hüseyn əleyhissalamdan icazə alaraq su gətirmək üçün Fərata yollandı. Zalimlarla üzləşən Həzrət Əbəlfəzl əleyhissalam ilk növbədə onları haqqa tərəf səslədi. Lakin onlar bunu etina etməyərək öz zülümlərindən əl çəkmədilər. Həzrət Əbəlfəzl əleyhissalam tuluğu ilə su doldurub qaydarkən onun sağ əlini kəstilər. Bir müddət sol əli ilə vuruşduqdan sonra Həzrətin sol əlini də kəstilər. Ancaq Kərbəla aləmdarı bayrağın yerə düşməsinə imkan verməyərək onu öz üzərində gəzdirdi. Hər tərəfdən o Həzrəti ox və nizə ilə yaraladılar. Həzrət fəryad edərək buyurdu: "Məndən sənə salam olsun ey Əbə Əbdullah." Bunu eşidən İmam Hüseyn əleyhissalam onun yanına gələrək Həzrətin mübarək başını qucaqlayaraq buyurdu: "İndi belim sındı, çarəm azaldı və düşmənin dili açıldı." O Həzrəti vasitə bilib sidq ürəklə Allah Teala'dan istənilən hacətlər tezliklə qəbul olur. Elə bu səbəbə görə o Həzrəti hacətlər qapısı da adlandırırlar. Həzrət Əbəlfəzl əleyhissalam Kərbəlada İmam Hüseyn əleyhissalamın hərəminin yaxınlığında dəfn olunmuşdur. Vəssalamu aleykum və rəhmətullahi və bərəkət.